Dostlar, hər vaxtınız xeyir. Bugün sizinlə qara gilas mürəbbəsini bişirib sizinlə paylaşacağım. İndi isə götürdüyümüz tomunu çıxartdığımız 1 kilo gilas, para limon, bir də əvvəlcədən mən gilasın tumlarını çıxartmışam. Belə bir saç maşası ilə sizə 2 dənəsini sizin yanınıza çıxardım ki, siz də biləsiniz. Gilasın baş hissəsindən formada belə bilirsiniz, çıxır. Gilasın baş hissəsindən vilkanın içərisinə salırsınız. Əzmədən özü çıxır rahatca. İndi isə dostlar 1 kilo da pesok götürmüşük. 1 kilo da pesok götürmüşük. Əvvəlcədən şərbət eləyirik. Yarım stəkan su götürmüşük. Az vamxodda qoyuruq ki, iri bir qazan götürmüşəm ki, gilas mürəbbəsi biraz daşır, bişən zaman köpür. Ona görə gilas az olduğuna görə mən bir belə qazanla istifadə edirəm. İndi isə qoyuruq ki, şərbətimiz qaynasın. Gilas özü sulu olduğundan suyu çox tökməyə istəyəcək. Pesoğu yaxşıdır ki, yanmasın. Vamxodda qoyuruq. Şərbət qaynayandan sonra gilasları üzərinə əlavə edəcəyik. İndi şərbətimiz oldu. Yavaş-yavaş qaynağa düşür. İndi isə üzərinə gilasları əlavə edirik. Gilasları əvvəlcədən yumuşuq. Bir kilo gilas, 1 kilo da pesokdur. İndi isə yarım limonu üzərinə əlavə edirik ki, gilasların rəngi qaralmasın. İndi isə qoyuruq qaynasın. Qaynadıqca üzünə yığılışan kəpləri yığacağıq. İndi isə dostlar, mürəbbəmiz qaynayır. Üzərinə yığılan kəpləri yığışdırırıq. Ən axırda da dostlar, salfetka üzərinə salfetka ilə yığacağım kəpləri. Salfetkadan yığmaq lap asan olur mürəbbəni. İndi hamısı bir yerə qarışıb mürəbbənin rəngi qaralmasın deyənə biraz üzərinə çıxan kiləri yığışdırırıq. Mürəbbə biraz qaynayandan sonra nərbəkiyə üzərinə biraz tökürük. Sonra biraz qatılaşanda götürəcəyik. İndi isə hələ bir 10-15 dəqiqədə qaynasın. Uzaq başı 20 dəqiqəyə mürəbbəmiz hazır olacaq. İndi isə dostlar, mürəbbəmiz hazır oldu. Üzünə yığılan kəpləri götürüb. Baxın, qatılaşıbdır. Nərbəkiyə tökdük. Qatılığı bu vəziyyətdə olmaz. Soyandan sonra özü tam qatılaşacaq. İndi isə qoyuruq biraz soğusun. Üzərinə bu formada bir sirkələyirik. Üzərinə yığılan kəplər salfetkası vasitəsilə alırıq.
İri salfetka olsa lap yaxşıdır. Məndə balaca salfetka olduğuna görə. İndi qoyaq biraz soğusun mürəbbəmiz. Yine eyni qaydada salfetkadan üzerine yığacağıq. Mürəbbəmizi az kodda qoyuruq ki, olana yaxındır, daşmasın. Üzerine yine köpük çıxdıqca alırıq. İndi isə biraz nərbəkiyə töküb baxırıq, görürük ki, olubdumu? Hardasa 1-2-3 dəqiqə qalsın, soğusun, baxaq görək. Olubsa mürəbbəmiz hazırdır. Salfetka vasitəsilə üzərinə yığılan kəpləri tam yığacağıq. Baxırıq görək olubsa mürəbbəmiz hazır olacaq. Hələ olmuyor. Hələ biraz durur. Biraz soğusun. Baxaq. Dostlar, qara gilas mürəbbəmiz bişdi. Hazır oldu. Çox gözəl görünüşü var. Və çox gözəldir. Siz də bişirin. Baxın görün necə də gözəldir. Xahiş edirik, abunə olun, yorum yazın, bəyənin. Sizlər bizə dəstək olduqca biz də sevinirik. Baxırıq, görürük ki, çoxlu adamlar baxır, keçir, amma videolarımızı bəyənmir. Abunə olmur. Bizə dəstək olun, xahiş edirik. Hər birinizə təşəkkür edirik.